Son dövrlər Azərbaycanda vətəndaşlar arasında kartdan karta köçürmələrlə bağlı narazılıqların sayı artmaqdadır. Xüsusilə bir rəqəmin səhv daxil edilməsi nəticəsində pulun yanlış şəxsə göndərilməsi halları geniş yayılıb. Bank kartından yanlış hesaba pul köçürülməsi bir çox insanın qarşılaşdığı, lakin hüquqi prosedurları tam bilinməyən hallardandır. Bəs belə vəziyyətdə vətəndaş nə etməlidir? Hüquqşünas və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov News 24 az açıqlamasında bu tip problemlərin bir neçə hüquqi aspektdən tənzimləndiyini bildirib. Əgər vətəndaş öz bank kartında olan vəsaiti səhvən başqa bir bank kartına köçürübsə, ilk növbədə bu barədə dərhal öz bankına məlumat verməlidir. Əgər siz səhvən öz kartınızda olan pulu başqa bir bank kartına köçürmə etmisinizsə, ilk öncə siz öz bankınıza məlumat verməlisiniz və demək lazımdır ki, bu nömrəli kartdan müəyyən məbləğdə pul köçürülüb. Bu məlumatı alan bank öz növbəsində pulu qəbul edən kartın sahibinə xəbərdarlıq edir və məsələyə aydınlıq gətirir. Əgər həmin şəxs könüllü şəkildə razılıq verərsə, bank vəsaiti yenidən göndəricinin hesabına qaytara bilər. Ekspertin sözlərinə görə problem burasındadır ki, qarşı tərəf bu məbləği geri qaytarmaqdan imtina edə bilər. Bu zaman artıq bankın müdaxilə imkanları məhdudlaşır.